Herkese salam. Axır ki bu kameranı rahatlıqla əlimə ala bildim. Çox şükür ki kameramız düzəldi. Neçə aydır bilməyən də deməyim, əslində bilirmiş. Sadəcə özündən yaxşı ustaya bizi yönləndirə biləcəyi halda yönləndirməmişdi. Şükür ki sadəcə yarımca saatlıq bir işiymiş. Çox sağ olsun həmin usta da elə yarımca saatdan da bəlkə az müddətdə eləyib təhvil verdi bizə. Əslində kamera məndə çoxdan var. Çoxdan dediyim bir həftədən çox olar. Biz rayona getdik. Rayonda bir neçə gün çəkdim. Gələndən sonra da çəkdim. Amma ki biraz çox necə deyim belə çox qırıq-qırıqdır. Dünəndən hamısını kompüterə atdım, amma ürəyimə yatmadı. Yəni başlığı yoxdur. Ona görə istədim ki bu günləri ayın 13-üdür, 13 iyun bu gün başlamaq istədim. Çıxardı. Ona görə başlığını bunu qoyacağım. Amma rayonda da Lənkəranda yarım gün çəkmişəm, yarım gün Masalda çəkmişəm. İstəyirəm onları da əlavə edeyim, ya indi əlavə edeyim. Rayonda olanda öğrendik ki Xəyal bu günləri artıq xaricə çıxır, bilmirdi. Ona görə işlərimiz aləm dəydi bir-birinə. Plusdakı dünəndən Paşa xəstədir. Səhəri xəstəxanaya falan getdim. İndi şükür Allaha qızdırması hələ ki yoxdur. Təəssüf ki, işlərimin yarısını çatdıra bilmədim. Çünki mənim bəxtimdən əslində beynimdə hər şey hesablamışdım. Hər şey tıkır-tıkır gedəcəkdi. Sadəcə marketdə işıqlar sönmüşdü və kassa işləmirdi. Yəni az kassa işləyirdi. Nə bilim, sıra çox idi, həddindən artıq. Ona görə bacardığımı çatdırdım. Ən vacib bu dəqiqə mənim üçün kargolardı. Çünki çox səbirsizliklə gözləyirdim bu kargoları. Bunlar da inşallah Paşa yaxşı olar. Paşa ilə bir eləyərəm. Əsas odur ki, çox o yan bu yana getməli işlərim var idi. Onları həll elədim. Qalanlarını Paşa ilə də həll edə bilərəm. İndi gedim Paşa oyanıb, Xəyal da çıxmalıdır. Çık. Aferin, getdik. Axır ki evdəyəm. Gəldim Paşanı götürdüm, ondan veşləri daşıdım. Evdə hər yerdədir. İnanılmaz batıb hər yer. Hər yer batıb dediyimdə, yəni belə aldıqlarımı bura tökdüm. Zalda bayaq yemək yemişik. Paşanın otağında oyuncaqlardır. Belə tikil mənasında yox, yəni dağınıq mənasında. Bir də xalçaları yumağa vermişəm deyə. Evdə xalça olmayanda ekstra kirli gəlir gözümə. Yəni yerə nə düşsə, biraz gözümə çarpır. İndi tez kargolarımı açıram.
Üstünde de yazılı be dikkat kırılır. Bu niye bu? Bu bir şamdır ama niye bunu bu vəziyyətdə? Üstümün halına baxın. Baxın. Bədəyli şamlar var. Gül formasında olur. Uzun şamdan içine qoyursan. Mən böyük masanın üstünə uzun şamdan mı qoymuşam? Şamdan. Onun için almışam. Onu daha sonra bu formar olmalıdır. Bir tane bu tuşu verdim. Daha sonra mavi renkli liner aldım. Məndə mavi renkli liner var. Ya notdan ya goldan not almışdım. Ama onun şeyi çok zayıftı. Pigmenti. İndi bunu yoxlayacağım. Hətta sizin qarşınızda yoxlayım belə. Güzelmiş ama yenə də gözdə baxacağım. Bir dənə də yaşıl rəngdə göz qələmi aldım. Belə rəngli linerləri, qələmləri, tuşları çox bəyənirəm gözdə. Mənim favori markam, şamlarını, bədən kremlərini, bədən spreylərini hədsiz çox sevirəm. Bath & Body Works. Orada da indirim var idi və izlədiyim bütün Türk influencerlər hamısı bu indirimdən yararlandı. Mən də yararlandım. Hələ çox səpətmə eklədiyim şeyləri çatdıra bilmədim. Çünki budur. Yəni, hələ qapağını açmamışam, iyi vurdu məni. Elə bir çimib çıxmasa və tərtəmizlik gəldi, sabunlu almalı. Bax hə, alma var, Freshline Soft Mask. Çox qəşəng var. Başa bu ilə görə qəşəng gəlir bundan. Bunu balaca boy elədi. Oy. Bu da ən məşhur qoxularından imiş. Çox qəşəngdir axı. İnşallah ki, bunun bədən spreyində sifariş eləmişəm. Allah. Daha sonra 2 dənə spreyini sifariş vermişəm. Bunun məndə şamı var idi. Çox qəşəngdir. Bir dənə bu. Bir də yaxşı ki, bunun böyük boyunu sifariş vermişəm. Çünki imенно eynisinin həm şamıdır, həm spreyi çox qəşəngdir. Bəzi uşaq növləri var, yəni onlar üçün hər şeyi eləsən, dünyanı da töksən qabağına, bütün attraksiyonlara mindirsən də, barmağını uzatdığı hər şeyi alsan belə, heç şeydən razı olmayan uşaq tipləri, mənim uşağım ondandır. Çox təəssüf ki. İstiriyə qədər, bax yanarsan. Bunu zaten benim Benim ona karşı güvenim şöyle olur. Kız kavgası da bir saniye istiyor kıza karşı şimdi. O da koruma amaçlı. Ceren direkt sorar insanı. Evet. Ben rahatsız oldum. Canım yoldaşım. Hediyeleri almışam. Ne koymuşam buraya. Gel. Yani. Atım. Evet. Minnətdaram. Yok. Heç açma. Dəhşət iyi var. İndi sənin çatçıbıtı da bunun haqqında şeylərini oxuyacağım. İğnə bax, qurban olun. Dostlar salam. Bugün 19 iyun. Mənim ad günümdür. Bildim ki, xəyal məni gözə dalıb. Ona gözüm ki, qoy elə mən də gözəl bu namaz paltarımı geyinim. Gəl mən video çəksin. Təşəkkür ederim canım mənim. Bu arada bu videonun başlığında mən sizə deyirəm ki, xəyal gedir. Xəyal getmişdi. Xəyal əslində getmişdi. Çox təəssüf ki, kocamgilin əziyyəti yerdə qaldı və məhkəmə qərarından Xəyalgil UEFA-ya gedə bilmədilər. Ona görə əslində Xəyalgilin həmişə zborlarının vaxtı iyul ayında olur, L-da. Ona görə UEFA-ya çıxmadıqlarına görə danış da bir arada. Biz elə bir Türkiyədə idik. Getdik Türkiyəyə. Ya da o qədər açıqlanma. Yox, bir dəqiqə. Gedmirik, qayıtdıq Bakıya. Hə. Nəysə xəyalda onlar da 2 gün qalıb təzədən qayıtdılar. Çünki yenidən iyulda gedəcəklər. Və mənə xəbərsiz gəlmişdi. Səhər mənə yığıb ki, qapını aç. Mən də elə biləm yanında kimlənsə danışır. Baxmıram ki, bu mənə zəngdən yığıb da. Deyirəm ki, ay xəyal, nə deyirsən?
Deyir qapını aç. Getdim qapansım gördüm bunu. Ağlıma 100 dənə fikir gəldi də. Dedim nə oldu bunu? Deyirəm tək gəlmisən. Hara nəzlib? Nə olub sənə? Oturdum yerə, halım pisləşdi falan. Nəsə oldu ki, şu an burdadır. Ad günümə gəldi çatdı. Tabii şeyler. Sağ ol canım. Mən ürəyimdən bu dəqiqə bir şey keçir. Mən çoxdan da bir ay, 2 ay bundan qabaq sahildəki bu Koreya restoranı var. Restoran nə deyir? Koreya mağazası var. Buradan özümə bir dənə ramen almışam. Ne? Ramen. Nedir? Belmeşe. Rolu dildə Rolton, hə. Onun Rolton. sırf Rolton, Koreyadan o qədər gəlmə, yedim mən. hə, gəlmiş versiyası. Ondan yemezsen. Yox, onu mən neçə vaxt saxlamışam ki, sırf ad günüm günü. Hı. Yəni umurumda deyil, neçə vaxtdır diyetadayım, yəni axşamlar heç nə yemirəm. Hı. İndi bir dənə Koreya serialı açacağam özümə. Baka Onu baka yeyəcəm. Bəli, bu mənim özümə ad günü hədiyyəm. Necə fikirdir? Süper. Videonun sonu olaraq bunu göstərmək istəyirəm. Çünki videoda Yusufdan almışdım bunu. Alanda çəkmişdim. Belə bir şey aldım Başakın otağına. 2 dənə də bundan aldım. Bir dənə də lazımdı. Bura sadəcə eynisindən tapa bilmədim Senseidə. Ona görə başqa filiallara baxacağam. Normalda burada Paşanın burada da yazısı var. Mən Trendyoldan bir qaraj sifariş vermişdim. Bura yapışdırmışdım. O qədər pis qaraj idi ki, onu quranda da çox zülüm çəkdik. İşlədəndə də çox tez-tez çıxırdı. Yəni çox keyfiyyətsiz idi də. Və plusdakı bizim aboyumuzu məhv elədi. Hətta bunun arxası da. Bunu daha çox onu kamufle eləsin deyə qoymuşam. Bunu da göyə qoymuşam. Heç çatmır boy yazsın bura. Bunu da niyə almışam? Demək, əslində biz Paşanın otağı, Paşanın otağını da belə göstərim sizə. Paşanın otağıdır. Otağı dedim, burada yatmır. Bura əsasən Paşanın oyun otağıdır və bizim elə oturduğumuz demək olar ki, qonaq gələndə məsələn mən bu divanı açıram. Normalda burada bir dənə çadırı var idi Paşanın. Amma o çadırda dəmiri çıxmışdı. Onu götürdüm, atdım. 2 dənə belə bir şey aldım. Oyuncaqlarını biraz səliqəyə saldım. Ondan sonra bir dənə də bunu elədim. Qalan şeylər zaten var idi. Əslində biz Paşanın otağını remont elətdirmək istəyirik. Necə aboyunu dəyişmək istəyirik. Artıq krafatını bura keçirmək istəyirik. Bu divan falan yəqin ki çıxardarıq buradan. Amma hələ yox, bir aya, 2 aya falan elə bir şey eləmək istəyirəm. Ona görə çox da belə bir şeylər eləmirəm. Elə sabit həmin şeylər qalıb. O şkafı da o 3 dənəli nəyə aldım. Hələlik burada qalsın dedim. Sonra isə öz otağıma keçirdəcəm. Mənim otağımda da ehtiyac var elə bir şeyə. Ona görə rəngini elə bir şey seçdim ki, həm bura getsin, həm ora. Ondan sonra buranı çox qəşəng dekor eləyəcəm. Onlar da inşallah Allah qismət eləsin çəkərəm. Bir də bu videonun əvvəlində kargo açanda sizə şamı tam göstərə bilməmişdim. Şam belə olur. Çox pis iyi var həddindən artıq. Amma görüntü olaraq belə olur. 3 dənədir bu formada. Burada da mənim süfrələrim, suplalarım, burada da şamlardır hamısı. Burada da bəzəkli şeylər, salfetkalar. Mən salfetkaları çox sevirəm. Yəni təzəlicə biraz azaltmışam, amma yəni harda qəşəng salfetka görürümsə almaq istəyirəm. Ya sifariş verirəm, ürəyim gedir. Harda onlardır. Məsələn, və istifadə eləməyi də qıya bilmirəm bu arada. Göstərərəm. Şamım çox pisdir. Demək, elə bir şey. Bunu bəyənmirəm. Nə ağırını almışam. Bilmirəm də mən qəribə bir insanım. Bu qış temalıdır canım. Qıya bilmirəm də. Bu qış temalıdır. Qış menyularımda. Bunu çox sevirəm. Bundan neçə başqa istifadə eləmişəm. Bunlarıdır. Novuza daha uyğundur. Bu belə. Qırmızı. Sonra bu indiki fəslə uyğun qəşəng. Günə baxanlar. Sonra onun sadə sarısı. Sonra bir dənə kəpənəkli. Sonra yeni üçün buji bitib. İstifadə eləmişəm bunu. Ondan sonra keçirik yazılara. Demək, bu yeni ilə bağlıdır. Bu yeni də burada olmadı. Gələn istifadə edəcəm. Bu çayın tadı şəkərlərdən deyil, eşlik edənlərdən gelir. Belə. Sonra tatlılar bəndən, söhbət səndən. Sonra buradakı bunu da paylaşmışam. Sabah kahvaltıda çay kaşıklarının sesi birbirine karışıyorsa bu mutluluğun sesidir. Bunun içinde olmayan çok da bitirdiklerim var. İftara ait ya ne bileyim başka şeyler. Səhər yeməyinə ait yenilərə çox şeylərim olub. Onlar istifadə edib bitirmişəm artıq. Mən çox sevirəm. Salfetkaları, təşkil salfetkaları sevirəm.
Salam. Axırıncı və çəkdiyim videonun üstündən təxminən 1 ay keçib. Son gün ad günümdə elə bu divanda da çəkmişdim. Sadəcə video editlədim, qəşəngcə düzəltdim. 15 dəqiqə oldu. Mən də 15 dəqiqə biraz mənə az kimi istidir. Və düşündüm ki, vlog üçün 15 dəqiqə azdır. Yəni mənə görə azdır, çünki mən uzun vloglar izləməyi çox sevirəm. Paylaşmaq içimdən gəlmirdi. Həm də arada biraz İrana gedib gələsi oldu, bəzi başqa işlər oldu. Düşündüm ki, mən uzun müddətdir bitirdiyim məhsulları yığıram. Niyə də bunları bu videoya əlavə edib, biraz dəqiqəsini artırıb, daha da ürəyimə yatan eləmirəm. Ona görə də tez bazar bitirdiyim videoları, bitirdiyim məhsulları sizə göstərəcəm. Əlimə ilk gələnlər Urban Care'in bu biotinli, bu saçın dibinə sıxılan məhsulu var. Saçları uzadı. Çox uzun müddət getdi bu məndə. Amma bir xeyrini görmədim. Sadəcə bitinə qədər istifadə elədim. Bir də bu məhsul deyəsən çox adamda ağ saçlarını ağardıb, ya ağ saçımı çıxardıb belə bir şey etmişdim. Amma məndə elə bir problem olmadı. Belə də yəni ikinci dəfə almaram, zaten bunu çoxdan bitirmişəm. Sonracığıma dostlar, bir aralar mənim ən sevdiyim bu üz yumma köpüğü. Bu uyğun qiymətli, çox əla üz yumma köpüğüdür. Arada bir yadıma düşsə yenə alaram bu arada. Bundan bəlkə 5-6 dənə istifadə edib bitirmişəm. Yəni qəşəngdir. Daha sonra bu Misha'nın, bu bilsiz necədir? İndi məndə var, götürməyə əmrəm. Yarısına qədər ağ sudur, yarısına yuxarısı mavidir. Bu dodaq və göz üçün yağlı bir təmizləyicidir. Çox əla məhsuldur. Biraz qiyməti bahadır mənə görə. Amma endirimdən düşənə çalışıram alım, Osmanlıda satılır. Yəni bu suya dayanıqlı maskaralar var, onu getməyən pomadaları bircə dəfəyə yəni keçirdir və uzun müddət gedir. Əslində qiyməti bahadır. Baha deyəndə 17 manat falan olmalıdır. Uzun müddət gedir. Yenə alaram mı? Bəli. Bundan sonra hətta birini bitirib, birini də almışam. Bu məhsul, bu gözaltı serumudur. Bir Koreya markasını pisləmək istəmirəm, amma mən bunu bəyənmədim təəssüf ki. Yəni heç bir xeyrini görmədim, amma bitirdim. Bu arada ikinci bitirdiyim. Tuta bilməm, kameraya baxmaq istəyirəm, amma ekrana baxıram, ona görə gözüm belə-belədir. Daha sonra Sevtamini, Desil markasının belə. Sevtaminlərin zaten 3-4 dənə fərqli marka istifadə eləmişəm, məncə hamısı yaxşıdır. Yəni aydınlatır, nəmləndirir, yəni belə. Niyə saxlamışam bilmirəm. Mənim illərdir istifadə elədiyim Micellar Su Garnier'in bu çəhrayı qapaqlısıdır. Bunu da saxlamışam niyeysə. Daha sonra Bade Natural'ın biberiye suyu. Bunu bəyəndim. Hətta indi yenidən istifadə edirəm. Sadəcə çox düzənli istifadə edə bilmirəm. Məncə çox düzənli istifadə eləsəm daha yaxşı olacaq nəticəsi. Amma yəni normalda belə saçımı darayıram. Görürəm ki, yəni belə uşaq saçı kimi saçlar çıxır. Məncə bu çıxardır onu. Daha sonra Sinozun glikolik asitli 5%'dir. Toniki çox bəyəndim. Yenidən alacağım bunu. Çünki üzdəki pirişiklər məsələn təzə çıxıb. Onları əməli başlı yəni qurudur. Bunu bəyənmədim. Bu The Purist'in yenə bu da glikolik asitlidir. Yəni heç bir xeyri yoxdur. Daha sonra bilmirəm bunun haqqında necə deyim, bu Skin 1004 markası var. Tamamilə səhv oxudum bu arada. İngilizcə oxumadım bir tərəfindən. Bu qəşəngdir. Yəni zaten bu markanı bilən bilir. Amma və lakin mənə görə Sinozun sarı, yaşıl deyirəm, sarı yağlı təmizləyicisi var. Yəni onun yerinə mənə görə heç nə vermir. Yəni həm qiyməti uyğun. Bu boyda təsəvvür edin. İndi hamımdadır. Hal-hazırda da onu istifadə edirəm. Yəni misellar su zat falan heç nə istifadə etməyə ehtiyac yoxdur. Əlinizə sıxırsınız, quru şəkildə başlayırsınız üzünüzü masaj edib makyajı çıxartmağa. Ondan sonra əlinizi su eləyirik. Başlayırıq onu köpükləməyə. Və makyaj əməli başda çıxardır. Yəni çox əladır. Yəni bunu ikinci səfər almaram. Bu marka əla markadır bu arada. Başqa şeylərini yoxlayacağam. Zaten sevənlər var. Hətta bunun tonik pedləri var. Təəssüf ki, heç orada tapa bilmirəm. Azərbaycanda da sözün düzü belə baxım məhsullarında çox güvəndiyim yerlər yoxdur. Yəni Sinoz daha çox sevirəm. Yəni Sinoz bitsə yenə Sinoz alacağam, yenə Sinoz alacağam, yenə Sinoz alacağam. Daha sonra bu Kiehl's'ın üzüma geli. Bunu da necə almışdım? Bu məşhur avokadolu göz kremi ilə kremi var. Onu tam boy almışdım. Bu da onun yanında hədiyyə idi və istifadə eləməmişdim. Sonradan istifadə elədim və çox bəyəndim bunu da. Qəşəngdir. İkinci səfər məncə alınar.
Amma ki mənim ən sevdiyim üzümə geli. La Roche-un bu effektlər. Bu arada bunların üstü biraz şeydi, iç-içə qoymuşam. Bəzilərinin dibində qalıb axıb bir-birinə. Bunu ikinci dəfə almışam. Artıq o da yarıdadır. Səhər axşam bundan üzmürəm. Şu an bu arada üzümdə bir-iki dənə səpki var. O da ki, havanı dəyişəndə, allergiyamla bağlı, içdiyim dərmanlarla bağlı, stres keçirdimsə mənim üzümə mütləq vurmalıdır. Nə qədər baxımları eləsəm də. Yəni bu əladır. Səhər axşam bundan yuyuram üzümü. Birinci səhərlər təkcə bu. Axşamlar isə günəş kremi vurmuşamsa birinci yağlı, sonra isə gelinə. Daha sonra dostlarım, vloqumuz bitdi. Bu çox sevirəm. Bu da Michelin-dir, bəli. Bunlar belə satılır. Çox vaxt bu əslində bir dəfəlikdir, amma mən çox vaxt bunu 2 dəfə istifadə edirəm. Çox qəşəng şeydir, skrabdır, üz skrabı, düyülüdür. Yəni üzü pürüzsüz eləyir də, çox əladır. Yumurta maskası. Bu markanı istifadə eləmişəm. Skin Food markasıdır. Amma ki, məncə istənilən markada yumurta maskası yaxşı olur. Yenidən alaram. Bu arada çox bərəkətlidir. Bu uzun müddət gedir. Daha sonra məncə Azərbaycanda bunun satılmasına baxmayaraq, yəni məndən başqa məncə bunu istifadə edən yoxdur. Nəydən bilirəm? Çünki bunu həmişə Arzumdan alıram. Arzuma gedəndə bu həmişə endirimdə olur. Bilirəm ki, məndən başqa bunu heç kim almır və bu daim endirimdədir. Enough markasının, bu da Koreya markasıdır. Kollagen kremi. Mən bunu səhərlər istifadə edirəm. Yəni çox qəşəngdir. Baxın, dibini sıyırmışam belə. Üzümü nəmləndirir, sivilcə yaratmır. Bu arada mən üst tipimi sizə deyim. Mənim üzüm normaldır. Nə yağlıdır, nə də qurudur. Sadəcə bəzi vaxtlarda, onu da bilmirəm nə vaxt, bəlkə səhv bir şey istifadə edəndə zətdə, sadəcə bu hissəm yüngülcə yağlanır. Amma yəni həmişə yox. Normaldır mənim dərim. Yəni nə quru, nə də ki yağlı. Ondan sonra Kiehl's'ın bu kremi, çox bəyənirəm bu kremi də. Amma yəni mənə görə bu ikisi yox, artist deyiləm. Sadəcə kəşki biraz boyu daha böyük olardı və bircə damcı qiyməti də ucuz olardı. Və gözaltısı. İndi təkrar yenidən bunu istifadə edirəm bu arada. Yəni bu çox əladır. Yəni çox bəyənirəm. Və mənim ən sevdiyim əlimdəkilərdən də gördüyünüz kimi, yəni bundan əvvəl də neçəsini bitirmişəm. Biraz kameraya baxaq. Yəni çox əladır da. Yəni mənə görə ən gözəl üz kremi budur. Yəni qiyməti də ucuzdur. Yəni işlevi də böyüdür və bu arada ailə üçündür bu. Yəni uşağa da, kişiyə də istifadə eləmək olar, yanıq üçün falan. Yəni bu onarıcı cilt bakım kremidir. Sentasol markasının. Əladır da. Yəni bu kremdən nə gözləyə bilərsən? Hər şey eləyir mənim üçün. Axşamlar bunu istifadə edirəm. İndi La Roche-un bu bahalı kremi var. Bilmirəm, Cici oxunur, Sisi oxunur, Cici adı deyəsən. Bu da o kremdəndir. Onu istifadə edirəm, yaxşıdır, amma mənə görə bunun yerini vermir də. Yəni onu hələ yarısındayım, buna sifariş verdim. Yəni yenidən buna qayıdacağam. Çünki bəzən düşünürəm ki, eyni şeyi təkrar istifadə edəndə üz ona alışır və elə bir effekt vermir. Ona görə bəzən dəyişikliyə getmək yaxşıdır. Sonracığıma mənim gündüzlər istifadə etdiyim, hal-hazırda da bunu istifadə edirəm. Bundan da 3-4 dənə istifadə eləmişəm. Garnier'in vitamin C gözaltı kremi. Bu da yaxşıdır, gündüz üçün məncə uyğundur. Daha sonra, bu da bir Koreya markası olmalıdır bu arada. Mary May markası gözaltısı. Bundan da bəlkə 4-5 dənə istifadə eləmişəm, amma bundan çox-çox əvvəllərdə istifadə eləmişəm. Bundan sonra avokadolu gözaltını, indi isə bir dənə Koreya markası Bit of Joseon Jeson'dur nədir? Onu istifadə edirəm, o da qəşəngdir bu arada. Amma bu çox uyğun qiymətli, çox əla gözaltıdır. Sonracığıma bundan təkrar yenə almışam. Bu Likape markası var. Bəzilən bəlkə səhv oxuram, yəni ki, mazur görün. Bu çay ağacı yağlı. Ümumiyyətlə bilməm bilirsiniz yoxsa, çay ağacı sivilcələri falan, pirişkləri qurudan bir şeydir. Bu gecə maskasıdır. Üzümüzü məsələn yuduq, təmizlədik gelinə. Ondan sonra bunu sürtürsüz, biraz gözləyirsiniz və yatır. Ondan sonra səhər yuxudan durursunuz, görürsünüz ki, bəzi yerlər zaten soyulub. Təkcə yenə üzümə geli ilə yuyursunuz və həqiqətən mən bunu nə vaxt istifadə edirəm? Üzümdə məsələn aktiv çox sivilcə varsa, niyə sivilcə deyirəm? Sızanaq. Sızanaq varsa istifadə edirəm. Bir də nə yalan deyim, artist eləmiyim. Məsələn, makyajımı çıxartdım, ərinirəm nəsə sürtməyə, serumdur, gözaltı kremidir falan.
Bunu sürtürəm yatır. Bir də mən çay ağacı yağının iyini heç sevmirəm. Bunu da düşünmüşdüm ki, çünki alanda oxumamışdım üstünə çay ağacı yağı var. Bu arada bu da çox bərəkətlidir. Amma sürtürsüz ani gəlir, sonra tamamilə yoxa çıxır iyi. Bunu üçlü bir dəstə olaraq bilmirəm bunu. Deyəsən Arzumdan almışdım. Belə bir setdir. Yaxşı ki, yəni denəmə boyuna almışdım. Bu Cosrx markası var. Demək, bunun propolisli aydınlatıcı ampuludur, kremidir, tonikidir. Yəni bu mənim üzümə qətiyyən düşmədi. Görsünüz elə olduğu kimi də qalıb. Yəni üzümü əməl başlı səpdirdi. Nəysə bizim nə deyəsən. Sonra sizə burada düşüb yerə. Bunlar təzədir. Sadəcə bunlardan çox istifadə edirəm deyə daha onları saxlamaq istəmədim qutularını. Bu dünyada görüb görə biləcəyiniz ən gözəl qara nöqtələr üçün burun patçisidir, burun bandıdır. Mıcı Jari. Mənim hər şey belə oxumağım. Yəni çox əladır. Yəni bitir, alıram. Xəyalata bunu istifadə edirəm. Xəyalın burun ətrafında qara nöqtələr çox olur. Başqa baxım eləməyə də imkan vermir mənə. Tənbəllik edir. Ona görə yəni bunu çox tez-tez istifadə edirəm. Daha sonra mənim 6 aydan bir istifadə etdiyim, yenə eyni markadan göstərim sizə bir daha. Eyni markadan ayaq maskasıdır. Yəni bunu ayağınıza corab kimi geyinirsiniz. İçində də burada corabı var, burada da solüsyonları var, sularıdır. Tökürsən, bağlayırsan və 1 saat saxlayırsan. 1 saatdan sonra yuyursan və ondan sonra 1-2 gün keçir və 1-2 gün keçəndən sonra başlayır ayağınız dəri tökmədə. Yəni əməli başda bir qat dəri su olur. Elə bir təzə bir dəri gəlir, yenidən doğuldu ayağınız və uzun müddətdə gedir. Yəni mən bunu 6 aydan bir edirəm. Nə vaxt ki gördüm daban hissəmdə biraz bərkimə var, biraz xoşuma gəlmir yumşaqlığı, bunu edirəm. Yəni 6 aydan tez də ola bilər, gec də ola bilər. Baxırsın ayağınıza. Gündəlik normal kremini vururam və dabanlarım çox qəşəng olur, ayağım çox qəşəng olur, yumşaq. Və mənim ən sevdiyim daha bir Mişa, ancaq Mişan reklam elədim, belə bir şey yoxdur. Mişanın düyü maskası. Yəni ən gözəl üzü nəmləndirən budur. Məsələn, harasa düz mən normalda da istifadə edirəm, amma məsələn harasa gedirsinizsə, o gün məsələn üzünüzü istəyirsiniz, makiyajı çox hazır olsun, yəni mütləq bunu istifadə edə bilərsiniz. Böyle dostlarım, bir də sizə nə deyəcəm? Qoyun onu gətirim. Çox heyif ki, o bitib. Məndə hal-hazırda. Sizə bunun şəklini tapacağım, hətta sifariş verməliyəm. O da çox əla bir şeydir. Göstərdimi? Çox əladır. Burada mən skrabları falan hamısını onda saxlayıram, duş hissəsində. Elə duşda eləyirəm. Çünki onda düşünürəm ki, üz daha yumşalır istidən. Daha əla şey göstərir, nəticə göstərir. Baxın, Mişanın belə bir şeyi var. Kim istəsə mən yazar, mən sizə link ataram. Demək, içində 5 dənə olmalıdır, 5 dənə. 5 dənə belə barmağa keçirdən üz maskası kimi belə şeydə ağ rəngdədir. Və başlayırsan ondan burun ətrafı, harda məsələn belə pıtırcıqlı şeylər görürsən də burun ətrafıdır, buradır, dudağın üstüdür, alındır, bu hissələrdir. Başlayırsan ondan masaj eləməyə. Yəni yumuşaq edir də, bütün o kələ-kötürlü şeylər hamısını götürür. Yəni çox əladır. Bunu da məsələn nə deyim, bir həftədə bir dəfə 10 gündən bir istifadə edirəm. Zaten içində 5 dənədir. 1 ay gedir o sizə. Belə dostlar, bitirdiklərim bunlar idi. İstəsəz makiyajda bitirəndə göstərə bilərəm. Hətta makiyaj kolleksiyamı göstərə bilərəm. Gündüz və gecə elədiyim baxımları sizə göstərə bilərəm. Bundan sonra inşallah bu videodan sonra hər kəsin bu soruşduğu hicab bağlamanı axır ki. Çünki TikTokda paylaşmışam. Hər dəfə də deyirəm TikTokda var. Bilmirəm açıqlayıcı mı deyil ya başıma düşülmür. Düşündüm ki YouTube'da qəşəng bunu ətraflı hər şeyin nöqtəsi ilə, vergülü ilə detaylı çəkim. Başqa məndən nə istəsəz, elə ki mənim bir 100.000 takipçim var. Başqa nə istəsəz, nə çəkməyimi istəsəz, nə deyərsiniz, ümid edirəm videomu bəyənərsiniz. Kanalıma abone olarsınız. İnşallah bu videom 1000 olar. Amin, amin, amin. Böyle dostlar. İndi sizi bir çəkim. Bu arada dostlar, mən mamam gilə gedirəm. Gedim paşanın bağçadan götürüm, tez çıxaq. Normalda bu qədər bəzənməzdim. Sadəcə video çəkəcəm deyə ekstra bəzəndim. Və gecikəcəm. Öpürəm sizləri. Sağ olun.